Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademiyanın kurikulum təlimçisi Pəri Firuz qızı. Bu günlərim sizlərə yeni Time vəsaitindən inteqrasiya ilə bağlı olan sualların izahına baxacağıq. Gəlin vaxt itirmədən ilk olaraq ixtisas biologiyadan suallara baxaq. İlk sualda bizə nəyi deyir? Müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzəri ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüyünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin temperatur, yağıntı, canlıların yayılmasına təsiri barədə nəticə çıxartmağı tapşırır. Müəllim bu tapşırıq verərkən hansı inteqrasiyanı reallaşdırır? Baxın müəllimlər, bu biologiya fənninə aid olan sualdır və biz burada biologiya fənnini rahat şəkildə görürük. Biologiya ilə yanaşı biz burada coğrafiya fənnini də görürük. Çünki burada iqlim qurşaqlarından danışır. Eyni zamanda bitki örtüyü də var burada əlavə olaraq, temperatur, yağıntı. Yəni baxın, biologiya ilə coğrafiyanı rahat şəkildə görmək olur. Hər iki fənn, biologiya və coğrafiyanın əlaqələndirilməsi fənlərarası inteqrasiyaya əsaslanır. Cavab olacaq A variantı. Növbəti ikinci suala baxaq. Şagirdlərə tapşırılır ki, məktəbin həyətində və ya evlərin ətrafında rast gəlinən iki fərqli bitki növünü seçsinlər. Yəni də biologiya fənnindən müəllim iki fərqli bitki növü seçəcəklər. Onlar bu bitkinin böyüdüyünü, mühit şəraitini, yəni hansı rütubətdə, hansı işıqda, torpaq xüsusiyyəti necə olmalıdır, bunu müşahidə etməlidir uşaqlar. Bitkilərin yarpaq quruluşu və xarici görünüşündə fərqləri qeyd etsin və bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəyini izah etsinlər. Burada inteqrasiyanı bizdən istəyir. Biologiya fənninə aid olan sualdır. Biz digər fənlə əlaqəsini gördükmü müəllimlər burada? Xeyr, digər fənlə əlaqəsi yoxdur burada. Deməli ki, fənlərarası inteqrasiya harda varsa, biz bunu rahat şəkildə çıxa bilərik. Bəs fənüstü inteqrasiya nə idi? Biz bunu real həyatda tətbiq etməli idik. Həyati bacarıqların inkişafı öndə durmalıydı. Varmı bu situasiyada həyati bacarıqların öndə durması? Yoxdur. Fənüstü inteqrasiyanda çıxdıq. Burada da var fənüstü inteqrasiyonsuz çıxmışıq. Və fəndaxili şaquli yoxsa fəndaxili üfüqidir. Şaquli inteqrasiyanı biz sinif üzrə əlaqəsini, eyni məzmun xəttində sinif üzrə əlaqəsini öyrənmişdik müəllimlər. Amma burada sinif üzrə də əlaqə yoxdur. Eyni məzmun, belə deyək, eyni fənnin daxilində məzmun xəttləri arasında əlaqə vardır. Sualın cavabı olacaqdır D variantı. Növbəti sualımıza baxaq. Müəllim şagirdlərdən müxtəlif canlılardan balıq, quş və məməli fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksional üstünlüklər yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşanmasına necə xidmət etdiyini əsaslandırmalıdırlar. Müəllimin bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırmış olur? Bu sualımızda da biz biologiya fənninin təbiət fənni ilə və yaxud həyat bilgisi ilə təbiətlə qeyd edək. Təbiətlə əlaqəsini görə bilirik. Eyni zamanda da burada real həyatda şagird heç bir şey tətbiq etmir. Fənüstü inteqrasiya yoxdur. Yəni həyati bacarıqlar öndə deyil. Harda fənüstü inteqrasiya var, çıxaq. Fənlər arası olduğuna görə fənlər arasını saxlayırıq. Amma bizə verir fəndaxili üfüqi. Təkcə fəndaxili üfüqini götürməyimiz də doğru deyil. Çünki burada fənlər arası inteqrasiya da var və yaxud fənlər arasını tək götürməyimiz də doğru deyil. Bu variantlar çıxdıqda yerdə qalır A variantı. Cavab olacaq 3-cü sualda A variantı. 4-cü sualımıza baxaq. Daha sonra son günlər məktəbin bir neçə şagirdi dərsdə tez yorulduğunu, idman dərsində nəfəs darlığı yaşadığını və diqqətlə dərslərə cəlb etməkdə çətinlik çəkdiyini deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivliyi ilə bağlı araşdırma aparır, riskli halları müəyyən edir və sağlam həyat tərzi ilə bağlı rejim hazırlayır. Bu tapşırıq əsasına müəllim dərsdə hansı inteqrasiya növünü reallaşdırmış olur?
Şagird, baxın müəllimlər sonunda bizə nə deyir? Sağlam həyat tərzi ilə bağlı rejim hazırlayır. Artıq burada həyati bacarıqlar ön plandadır deyə bilərik də. Bu situasiyada bunu rahat şəkildə demək olur. Sualın cavabı ilə fənüstü inteqrasiyadır. Hansısa iki fən daxilində əlaqə yoxdur. Fənlər arasını biz deyə bilmərik. Daha sonra fən daxili də yoxdur burada. Çünki bir fənnin İdman dərsində şagirdlər real həyatda nəyisə tətbiq edəcəklər də. Bu da oldu bizim üçün fənüstü inteqrasiya. Daha sonra müəllimlər fizika ixtisası ilə gəlin baxaq suallara. Fizika ixtisası ilə bağlı bizə nə deyir? Şagirdlərdən laboratoriya işi zamanı elektrik cərəyanının metal, qaz və qaz mühitlərində necə yarandığını müşahidə etmələri, buna əsaslanaraq cərəyanın hansı mühitdə daha asan, hansı şəraitdə isə daha çətin keçdiyini ümumiləşdirib nəticə çıxartmaları tələb olunur. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Yenə də müəllimlər burada eyni fənnin daxilində, amma məzmun xəttləri arasında əlaqə var. Yəni bu fizika müəllimləri öz fənninin məzmun xəttini bilməlidirlər. Hər bir müəllim öz tədris etdiyi ixtisasın məzmun xəttini bilməlidir. Fizikada 3 məzmun xətti vardır müəllimlər. Hansılardır? Fiziki hadisə qanununa uyğunluqlar, qanunlar. Daha sonra birinci məzmun xəttimizdir bu. İkinci məzmun xəttimiz maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər. Üçüncü məzmun xəttim isə eksperimental fizika və müasir həyat. İndi bizə təqdim olunan sualda biz məzmun xəttləri arasında eyni sinfin daxilində əlaqəni gördük. Fənlər arası varmı burada? Yoxdur. Həyatla əlaqə varmı? Yoxdur. Ona görə də biz D variantını seçə bilərik. Cavabda olacaq fən daxili üfüqi inteqrasiya. Növbəti suala baxaq. Məsafə və zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın və nəticəyə görə cismin hərəkətinin xarakterini müəyyənləşdirin. Cisim hansı belə deyək də hərəkət edirsə, biz onun xarakterini müəyyənləşdirməliyik. Hesablamadan danışırıq burada. Cismin hərəkətinin xarakterini müəyyənləşdirməliyik və biz burada fizika ilə riyaziyyatın əlaqəsini görə bilirik. Yəni rahat sualdır məncə. Fizika ilə riyaziyyatın əlaqəsi var burada. Üfüqi inteqrasiya varmı? Fən daxili ümumiyyətlə yoxdur. Fən üstü inteqrasiya yoxdur. Real həyatda heç bir şey tətbiq etmir. Amma riyaziyyat fizikanı rahat şəkildə görmək olur. Cavab olacaq B variantı fənlər arası. Növbəti sualımıza baxaq. Verilmiş nüvə bölməsi və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Reaksiyada kütlə defektinin necə yarandığını izah edin, həmçinin başlanğıc və son məhsulları maddələrin çevrilməsi baxımından müqayisə edərək bu çevrilmənin enerji ayrılması ilə əlaqəsini açıqlayın. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Eyni ikinci sual tipli idi bu sualda. Baxın müəllimlər, yenə də burada hesablama var. Riyaziyyat fənni ilə fizikanın əlaqəsini rahat şəkildə görürük. Real həyatda şagird nəyisə tətbiq edirmi bu situasiyada? Yox və fən daxili inteqrasiyada yoxdur. Yenə də cavab olur fənlər arası inteqrasiya. Şagird hesablama aparır burada da. 4-ə baxaq. Məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarda su itkisi baş verdiyi müşahidə olunur. Bu həm su israfına, həm də əlavə xərcə səbəb olur. Problemi aradan qaldırmaq üçün araşdırma aparması və texnoloji həll yolunun hazırlanması lazımdır. Şagird burada hansı inteqrasiya, daha doğrusu müəllim hansı inteqrasiyanı reallaşdırır? Baxın müəllimlər, burada şagird nə isə hazırlayacaqdır. Problemin aradan qaldırılması üçün araşdırma aparılması, texnoloji həll yolu hazırlanması lazımdır. Şagird real həyat bacarığını görürükmü biz burada? Bəli, fən üstü inteqrasiyaya əsaslanır sualın cavabı. Cavab olacaq C variantı. Növbəti suala baxaq. İnformatika fənninə aid olan sualdır. Şagirdlər regionuna aid coğrafi məlumatları KISS proqramında xəritə üzərinə yerləşdirir və məlumat qatlarını təhlil edirlər.
Nəticələri verilən emalı və vizuallaşdırılması baxımından qısa şəkildə izah edirlər. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Coğrafi məlumatlardan danışdıqmı burada? Danışdıq. Eyni zamanda da informatika fənni var burada. Coğrafiya və informatikanın əlaqəsi var burada. Və sualın cavabı olacaqdır fənlər arası inteqrasiya. Müəllim fənlər arası inteqrasiyanı reallaşdırır. İkinci sualımıza baxaq. İnformatika fənni ilə bağlı. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını və tarixlərini siyahı şəkildə qeyd edirlər. Bu siyahını qruplaşdıraraq, məsələn, tarixə və yaxud tədbirin növünə görə sistemli informasiya halına salır. Daha sonra həmin informasiyadan istifadə etmək, müəyyən tarixdə keçirilən tədbiri tap əməliyyatını izah edən sadə alqoritm tərtib edirlər. Müəllim hansı inteqrasiyanı reallaşdırır? Baxın müəllimlər, ilk olaraq biz bu sualı cavablamaq üçün informatikanın məzmun xəttini bilməliyik. Əgər bizim ixtisasımız informatikadirsa, yaxşı olardı ki, öz məzmun xəttimizi bilək. Bizim 4 məzmun xəttimiz vardı və burada birinci məzmun xətti, daha doğrusu ikinci və birinci məzmun xəttinin əlaqəsi vardır. Üfüqi inteqrasiyaya əsaslanır bu sual. Cavab olacaqdır Y variantı. Eyni sinifin daxilində məzmun xəttləri arasında əlaqə vardır. Y variantında üfüqi inteqrasiyadır. Daha sonra növbəti sualımıza baxaq. Şagird əvvəlcə dəyişənlər və şərti deyimlərdən istifadə edərək sadə parol yoxlama alqoritmi qurur. Daha sonra proqramda sətir tipli verilənlər və məntiqli ifadələrdən istifadə etməklə parolun uzunluğunu, böyük və kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan daha təkmil proqram hazırlayırlar. Verilən tapşırıqda müəllim hansı inteqrasiyanı reallaşdırır? Burada müəllimlər, baxın, əvvəlcə nəyi edirik? Əvvəlcə dəyişənlər və şərt deyimdən istifadə edərək sadə parol yoxlama alqoritmi qurur. Daha sonra proqramda sətir tipli verilənlər və məntiqi ifadələrdən istifadə etmək parolun uzunluğunu, böyük və kiçik hərflərin, rəqəmin, xüsusi simvolların mövcudluğunu yoxlayan proqram hazırlayırlar. Yəni bunlar sinif üzrə aparılır. Məsələn, 5-ci sinifdə bunu öyrənibsə şagird, 6-cı sinifdə də bunu daha geniş versiyada biz öyrədirik də şaquli inteqrasiyada. Cavab olacaq Y variantı, şaquli inteqrasiya. Eyni fənnin daxilindədir. Sual versəniz, bəli, eyni fənnin daxilində olduğuna görə biz bunu şaquli inteqrasiya götürdük. Dəyişən isə sinifdir burada. 4-cü suala baxaq. Şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əməliyyatı haqqında məqalə təqdim olunur və mövzu üzərində araşdırma işi aparmaları tapşırılır. Daha sonra onlar istifadə olunmayan telefon, planşet, kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Layihə hazırlayacaqsa şagird, bu artıq fənüstü inteqrasiyaya əsaslanır. Biz burada fənlər arasını görürükmü müəllimlər? Xeyr, yəni eyni bizə verir B variantı, A variantında fənlər arası inteqrasiya yoxdur. Fən üstü inteqrasiya verir, fən daxili inteqrasiya da var burada. Fən üstünü götürə bilərik. Fən üstü inteqrasiya doğrudur, amma fən daxili, fənlər arası inteqrasiya yoxdur. Cavab olacaq layihə hazırlayır deyə real həyatı bacarıqlar öndə durduğuna görə D variantı. Daha sonra riyaziyyatla bağlı olan sualımıza baxaq. Müəllim şagirdlərə bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman intervalında qət etdiyi məsafəni göstərən cədvəl təqdim edir və oradan bu məlumatlara əsasən sürəti hesablamağı, məsafə zaman qrafik qurmağı, qrafika əsasən cismin hərəkət xarakterini izah etməyi tapşırır. Müəllimin bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Biz burada müəllimlər cədvəl təqdim edəcək şagird qrafik qurur. Qrafik qurması informatikaya aid ola bilər. İnformatika ilə riyaziyyatın əlaqələndirilməsi var burada. Deməli ki, sualın cavabı informatika ilə riyaziyyatın əlaqələndirilməsi fənlər arası inteqrasiyaya əsaslanır. Cavab olacaq C variantı.
İkinci sualımıza baxaq. Riyaziyyat fənninə aid olan müəllim şagirdlərə 2 metr uzunluğunda olan taxta parçasının hər biri 25 sm olan bərabər hissələrə bölünəcəyini bildirir. Bir taxta parçamız var. Biz bunu 25 sm-lik hissələrə bölünəcəyik. Şagirdlər əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirməyi, daha sonra isə hissəyə bölünəcəyini hesablamağı tapşırır. Eyni sinfin daxilində məzmun xətləri arasında inteqrasiyanı biz burada görürükmü? Bəli, görürük. Gəlin müəllimlər riyaziyyata aid olan məzmun xəttini bir xatırladaq. Riyaziyyata aid olan məzmun xəttimiz hansılardır? 5 məzmun xəttimiz var. Ədəd, əməllər, cəbir, funksiya, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xəttimiz vardır. Burada isə eyni fənnin daxilində məzmun xəttləri arasında əlaqə olduğuna görə biz üfüqi inteqrasiyanı seçə bilərik. Növbəti sualımıza keçirik. Müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədəd qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənlər arasında asılılığı ifadə edən sadə xətti model qurmağı və həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağa tapşırılır. Sinif üzrə əlaqə var burada. Burada dəyişənli ifadələr bu ifadələrin ədəd qiymətlərinin tapılması ilə bağlı biliklərinə əsaslanaraq dəyişənlər arasında asılığı ifadə edən sadə xətti model qurmağı tapşırır. Məsəl üçün, bu sinif üzrə əlaqə ola bilər. Tutalım 5-ci siniflə 4-cü sinifə əlaqələndirir. Dəyişənli ifadələr var burada. Şaquli inteqrasiya. Fənlər arası varmı? Yoxdur burada. Fən üstü varmı? Yoxdur. Elə bunlar da çıxdıqda yerdə qalır. Şaquli inteqrasiya. 4-cü sualımıza baxaq. Şagird dərslərində geriləmə müşahidə edir. Bunun səbəblərini araşdırdıqda gündəlik telefondan düzənsin istifadə etdiyini müəyyənləşdirir. O, bu problemi həll etmək üçün gündəlik plan qurur. Gün ərzində dərsə və istirahətə ayırdığı vaxt, həmçinin ekran qarşısında keçirdiyi vaxtı qeyd edir. Bu məlumatları həftəlik analiz edərək orta vaxtı hesablayır. Düzgün istifadə qrafiki hazırlayır. Burada real həyatda da tətbiq edir də şagird. Yəni vaxt bölgüsünü düzgün hesablamağa çalışır. Orta vaxtı hesablayır. Mən gün ərzində nə qədər vəsaitə vaxt ayıram, gün ərzində nə qədər istirahətə vaxt ayırıram. Bunları qeyd edən şagird. Real həyatı bacarıqlar burada öndədir. Fən üstü inteqrasiyadır bu sualın cavabı. C variantı olacaq. Daha sonra tarix fənninə aid olan suala baxaq. Tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyi tapşırır. Onlar marşrut xəritədə planlaşdırır, səfər zamanı qarşılaşa biləcəyi çətinliyi yazılı şəkildə izah edir və bu yolun şəhərlərinin inkişafına təsirini müzakirə edirlər. Baxın müəllimlər, yazılı şəkildə uşaqlar qeyd aparır. Yazılı şəkildə izah edirlərsə, deməli, tarix dərsində Azərbaycan dili dərsinin əlaqəsi var. Çünki yazı var burada. Yazı Azərbaycan dilinə aiddir. Azərbaycan dilinin məzmun xəttinə aiddir. Daha sonra bizə nə deyir burada? Bu yolun şəhərlərinin inkişafına təsirini müzakirə edir. Yenə də danışma var. Azərbaycan dilinə aiddir. Fənlər arasıdır burada. Yəni əlavə, fən üstü inteqrasiya yoxdur, üfüqi və yaxud fən daxili inteqrasiya yoxdur. Bunları çıxsaq fən üstünü. Cavab yerdə qalır. B variantı. Fənlər arası inteqrasiya. 2-yə baxaq. Şagirdlərə qədim Misirə aid xəritə və qısa mətn təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misirin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranmasının səbəblərini müəyyənləşdirirlər. Bu tapşırıq verərkən hansı inteqrasiyanı reallaşdırmış olur müəllim? Burada müəllimlər biz qısa mətn təqdim olunur. Baxın, burada bizə xəritə verir. Daha sonra tarix fəndində xəritə, coğrafiya ilə əlaqələndirir. Qədim Misirin xəritəsini çıxardır da, belə deyək. Bu coğrafiyaya aiddir. Fənlər arasını burada görürükmü? Görürük. Yəni, indi harada fənlər arası yoxdur, həmin variantları çıxaq.
işimiz biraz rahatlaşsın. Real həyatda tətbiq edirmi şagird? Xeyr, real həyatda burada tətbiq yoxdur. Çıxdıq. İndi iki variantımız qaldı. Fənlər arası və fən daxili üfüqi. Baxın müəllimlər, burada tarix fənninə aid olan məzmun xətləri arasında əlaqə də vardır. Tarix fənnində sual verə bilərsiniz ki, hansı məzmun xətti var ki, biz bunu üfüqi inteqrasiyaya götürürük. Məkan və dövlətin ikinci, üçüncü məzmun xəttinin əlaqəsi var burada müəllimlər. Cavab olacaq C variantı. Keçid edək növbəti sualımıza. Tarix fənninə aid olan növbəti suala baxaq. Şagirdlərə Azərbaycan tarixinin mühüm rol oynamış, biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq, onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağı tapşırır. Baxın, şəxsiyyət rahat görmək olur da burada. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Fən daxili inteqrasiyadır müəllimlər bu sualın cavabı. Fənlər arası varmı? Yoxdur. Fən üstü varmı? Yoxdur. İndi biz variantlardan gəlin çıxaq. Fənlər arası, fən üstü inteqrasiya. Bir dəqiqə ekran sürüşdüm. Yalnız fən daxili üfüqi, sinif üzrə də burada əlaqə olduğuna görə fən daxilini biz götürürük. Cavab olacaq A variantı. Daha sonra keçid edək növbəti sualımıza. Yaşadığınız şəhərdən bir qədim qala və onun ətrafında tarixi ərazi turizmin inkişafını məqsədi ilə bərpa olunacaq. Şagird həmin ərazinin, tarixin önəmini, həm mədəni irsin qoruma yollarını, həm də davamlı turizmi əks etdirən plan hazırlayır. Yenə də artıq baxın, plan hazırlayırsa, biz burada həyati bacarıqların ön planda olduğunu görə bilirikmi? Bəli, görə bilirik. Fən üstü inteqrasiya burada var müəllimlər. Plan hazırlayır, layihə hazırlayır. Fən üstü inteqrasiya ön plandadır. Daha sonra baxaq. Və burada fən daxili inteqrasiyanı da biz görə bilərik. Fən daxili inteqrasiya da var. Eyni zamanda fənlər arası inteqrasiya da var müəllimlər burada. Və hər bir inteqrasiyanı gördükdə bu sualın içində cavab olacaq C variantı. Növbəti sualımıza keçid edək. Kimya fənni ilə əlaqəli olan sual. Şagirdlərə müəyyən maddənin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlardan temperatur artdıqca maddənin hissəciklərinin hərəkətlərini necə dəyişdiyini izah etməli. Bu prosesdə maddənin daxili quruluşunda baş verən dəyişiklikləri təsvir etməli və istilik miqdarının maddənin hal dəyişməsinə təsirini əsaslandırması tələb olunur. Müəllimin verdiyi tapşırıq hansı inteqrasiyanı reallaşdırır? Biz burada kimya ilə fizika fənninin əlaqəsini görə bilirik. Fizika ilə kimyanın əlaqəsi olduğuna görə fənlər arası inteqrasiya olacaqdır. Sualın cavabı A variantı. İkinci suala baxaq müəllimlər. İkinci sualda bizə nəyi tələb edir? Şagirdlərə müəyyən qatılıqlı duz məhlulu verilir. Onlardan məhlulun qatılığını hesablamaq, daha sonra su əlavə etdikdə qatılığın necə dəyişəcəyini müəyyənləşdirmək və bu dəyişikliklərin məhlulun kimyəvi xüsusiyyətlərinə necə təsir etdiyini izah etmək tələb olunur. Bu yenə də bu sualda hansı inteqrasiyanı müəllim reallaşdırmış olur? Burada məzmun xətti üzrə əlaqə var müəllimlər. Məzmun xətti arasında, yəni real həyatda şagird nə isə tətbiq etmir, eyni zamanda da digər fənlərin əlaqəsi yoxdur burada. Cavab olacaq D variantı, fən daxili üfüqi inteqrasiya. Daha sonra üçüncü suala baxaq, kimya fənni ilə əlaqəli. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinfinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalarda necə davrandığını izah edin və sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Bu tapşırıq hansı inteqrasiyanı reallaşdırır? Sinif üzrə əlaqə var burada. Sinif üzrə əlaqə olduğuna görə də biz bunu belə deyim, şaquli inteqrasiya deyə bilərik. Kimya fənni ilə başqa hansısa fənnin əlaqəsini görürükmü bu situasiyada? Xeyr. Eyni məzmun xəttləri arasında əlaqə varmı? Xeyr. Sadəcə olaraq daha dərinləşən
inteqrasiya vardır. Yəni biz buna da deyəcəyik şaquli inteqrasiya. D variantı. Daha sonra 4-cü suala baxaq. Məktəb həyətinin bir hissəsində ağacların yarpaqlarında saralma müşahidə olunur. Şagird torpaq və su nümunələrini analiz edərək səbəbini araşdırır, nəticələri dəyərləndirir, ağacların sağlam inkişafı üçün tədbir planı hazırlayır. Tədbirlər planı hazırlayır. Fənüstü inteqrasiya varmı burada? Var. Kimya dərsində yarpaqlarla əlaqə var burada. Kimya ilə biologiyanın əlaqəsi var burada. Və əlavə nə edə bilərik? Yalnız fənlər arası deyir. A variantında yanlışdır. Fənn üstü, fənlər daxili yoxdur müəllimlər burada çıxırıq. Amma fənn üstü ilə fənlər arasını doğru götürə bilərik də. Fənn üstü doğrudur, fənn daxili yanlışdır. Fənn üstü, yalnız fənn üstünü də götürə bilmərik. Çünki burada fənlər arası da var axı. Fənlər arası fənn üstü. Bəli, Y variantı sualın cavabı olacaqdır. Keçid edək növbəti coğrafiya fənninə aid olan suala baxaq. Şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazi xəritəsi təqdim olunur. Onda bu məskənin çay vadiləri, düzənliklər və ya dağətəyi sahələrdə yerləşməsinin səbəblərini araşdırmaları və coğrafi şəraitin həmin ərazidə erkən sivilizasiyalarının formalaşmasına necə təsir etdiyini izah etmələri tələb olunur. Müəllim bu tapşırıq verərkən hansı inteqrasiyanı reallaşdırır? İlk olaraq müəllimlər coğrafiya fənninin məzmun xəttinə gəlin xatırlatma eləyək. Coğrafiya fənninin 3 məzmun xətti vardır. Coğrafi, məkan, təbiət və cəmiyyətdir. Yəni bizə də verilən sualda qədim yaşayış məskənlərindən bəhs edir. Qədim yaşayış mərkəzi tarixi məkan. Tarixi məkanı biz tarix fənnində öyrənərik və eyni zamanda burada coğrafiyanın əlaqəsi var. Hər iki fənnin əlaqəsini gördükmü? Bəli, görürük. Sualın cavabı olacaq B variantı, fənlər arası. Şagirdlərə Azərbaycanın fiziki xəritəsi təqdim olunur. Onlardan ölkənin dağlıq və düzənli ərazini müəyyənləşdirməyi və bu ərazinin əhalinin məskunlaşmasının niyə fərqli olduğunu izah etmələri tələb olunur. Yəni də müəllim burada hansı inteqrasiyanı reallaşdırır? Burada müəllimlər sinif üzrə əlaqə var. Bu sualda müəllimlər daha doğrusu məzmun xətti üzrə əlaqə olunduğundan hansı məzmun xəttini görürük? Yəni coğrafiyanın coğrafi məkan, təbiət, cəmiyyət 3 məzmun xətti var da. Coğrafi məkanı görürükmü burada? Bəli, ərazidən danışır. Coğrafi məkanlar var burada. Və əhalinin məskunlaşmasının fərqli olduğunu izah edirsə, cəmiyyətdən danışırıq. 1-ci, 3-cü məzmun xətti var. Və üfüqi inteqrasiyada belə deyək. Üfüqi inteqrasiya olduğuna görə cavab olacaqdır D variantı. Növbəti sualımıza gəlin keçid edək. Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan küləklərin istiqamət və sürəti ilə bağlı məlumatlar təqdim olunur. Onlardan küləyin əsasən hansı ərazilərdə daha güclü əsdiyini müəyyənləşdirməyi və bu halın hava təzyiqi fərqləri ilə necə əlaqəli olunduğunu izah etmələri tələb olunur. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Yenə də bunlarda müxtəlif bölgələrdən, coğrafi məkandan danışılır burada. Küləyin sürəti ilə bağlı məlumat təqdim edilir şagirdlərə. Yəni burada müəllimlər biz fəndaxili inteqrasiyanı görürük. Cavab olacaq A variantı. Digər fənlə əlaqəsi var? Xeyr, yoxdur. Real həyati bacarıq varmı? Yoxdur. Bunları ilə çıxsaq cavab yerdə qalır A variantı. Daha sonra 4-cü suala baxaq. Təsəvvür edin, siz yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsuldarlıq azalır. Ərazinin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq bu şəraitə uyğun olan bitki növlərini seçin və yerli əhali üçün uyğun kənd təsərrüfatı üsulları təklif edin. Təklif etdiyiniz üsulların torpağın münbitliyinə, su ehtiyatlarına və ekosistemə təsirlərini də izah edin. Tapşırığı təqdimat formasında hazırlayın. Bizdə fən coğrafiyadır. Fən coğrafiyadır müəllimlər və coğrafiya ilə təqdimat hazırlayacaq da Azərbaycan dilinin məzmun xətti fənlər arasında əlaqə varmı? Var. Daha sonra bizə nə deyir?
Real həyatı bacarıqlar öndədirmi bu situasiyada? Öndədir. Fən üstü inteqrasiya var burada. Eyni zamanda fən daxili inteqrasiya da burada mövcuddur. Cavab olacaq B variantı. Azərbaycan dili fənni ilə bağlı olan suala baxaq. Müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nitq xüsusiyyətlərinə görə təhlil etməyi və mətndəki üslub xüsusiyyətlərini izah etmələrini tapşırır. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Situasiyamıza baxaq müəllimlər. İndi burada söz birləşməsindən, mətndən bir söz birləşməsi verir bizə. Onu müəyyənləşdirməlidir və həmin söz birləşməsinin cümlədəki nitq hissəsinə görə təhlil etməyi, mətndə üslub xüsusiyyətlərini izah etmələrini tapşırır. Biz burada fənlər arasını gördükmü? Xeyr. Deyəcəksiniz, mənim fənlər arası yoxdur burada. Bəs fən üstü inteqrasiya, real həyatı bacarıq varmı? Yoxdur. Gəlin elə variantlardan bunları çıxaq. Aha. Amma fən daxili inteqrasiya vardır. Cavab olacaq C variantı. Daha sonra ikinci suala baxaq. Müəllim şagirdlərə mətndəki əsas fikri müəyyənləşdirməyi, həmin fikrin əsaslandırmağı və bu mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmağı tapşırır. İlk olaraq həmin fikri biz müəyyənləşdirməliyik. Daha sonra fikri əsaslandırdığı mövzu ilə bağlı qısa nəticə formalaşdırmağı tapşırır. Yenə də müəllimlər biz burada fənlər arasını görmürük, fən üstünü görmürük. Çıxsaq, yerdə qalacaq fən daxili inteqrasiya. D variantı. Müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqında mətn oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi və mətndəki məlumatlara əsasən bölgələrin birini təsvir edən esse yazmağı tapşırır. Azərbaycan dili ilə biologiya, daha doğrusu coğrafiyanın məzmun xəttini görürükmü burada? Bəli, görürük. Eyni zamanda fən daxilində aparılır bu. Cavab olacaq C variantı. Növbəti sualımıza keçid edək. Şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edirlər. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə problemi həll etmək istəyirlər. Dəyişiklik səndən başlayır. Devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan insanların davranışını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Sonra bunu məktəb auditoriyaya təqdim edirlər. Vermiş tapşırığa əsasən inteqrasiya növünü müəyyənləşdirin. Baxın müəllimlər, burada real həyatı bacarıqlar öndədir. Real həyatı bacarıqların öndə durursa, biz bunu hansı inteqrasiya ilə olduğunu deyirik? Fən üstü inteqrasiya. Azərbaycan dili fənnində bunu tədris ediriksə, biz texnologiya fənni ilə bunu əlaqələndirmişik. Plastik tullantıların artmasını müşahidə edirlər. Yəni, texnologiya fənnində məişət mədəniyyəti. Zənnimcə bu texnologiya fənninə aiddir. Burada fənlər arasında inteqrasiya vardır. Eyni zamanda da fən daxili inteqrasiya da olmalıdır. Yalnız fən üstünü götürməyimiz doğru deyil. Çünki rahat şəkildə iki inteqrasiyanı görürük burada. Şaquli inteqrasiya, fənlər daxili inteqrasiya. Fən üstü inteqrasiya olduğuna görə D-ni də götürə bilmərik. Çünki burada fən üstü inteqrasiya olmalı idi. B variantında fən daxili də bura daxildir, amma verilməyibdir. Amma Y variantında biz bunun hər üçünü görürük. Sualın cavabı olacaqdır. Dördüncü sualımızda Y variantı. Keçid edirik növbəti suala. Təsvir incəsənət fənni ilə bağlı olan suala baxaq. Şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlama prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Tapşırığa əsasən inteqrasiya növünü müəyyənləşdirin. Təsviri incəsənətin ilk olaraq biz məzmun xəttini bilməliyik müəllimlər. Məzmun xətti 3-dür. Cəmiyyət və təsviri incəsənət, təsviri və dekorasiya, yaradıcılıq, estetik, reaksiya məzmun xətti vardır. Təsviri incəsənətlə texnologiyanın əlaqəsini biz burada görürük. Cavab olacaq A variantı. İkinci sualımıza baxaq.
Şagird məktəbdə tullantıları düzgün çeşidlənməməsi problemini müşahidə edir və bu problemin həlli üçün təşəbbüs göstərir. O tullantıların düzgün çeşidlənməsi mövzusunda maarifləndirici afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər və qısa mətnlər vasitəsilə tullantının hansı qutulara atılmalı olduğu izah olunur. Hazırlanan afişa məktəbin girişindən asılır, şagirdlərin ekoloji davranışına təsir göstərməyi hədəfləyir. Tapşırığa əsasən inteqrasiyanı müəyyənləşdirir. Azərbaycan dili fənni ilə texnologiyanın burada əlaqəsi vardır, müəllimlər. Verilən Azərbaycan dili və təsvir incəsənətin əlaqəsi. Daha sonra biz afişa məktəbin girişinə asılı şagirdin ekoloji davranışına təsir göstərməyi hədəflənir. Real həyatı bacarıqları da burada üstdədir, ön plandadır və biz burada fənlər arası fənn üstü inteqrasiyanı görürük. Cavab olacaq D variantım. Üçüncü sualımıza baxaq. Şagirdlər müxtəlif həyat vəziyyətləri təsvir edən real bir səhnə seçməsi tapşırılır. O seçdiyi hissəni ifadə etmək üçün yağlı boyadan istifadə etməklə təsviri sənətin müəyyən bir janrında rəsm çəkir. Sonra isə hazırladığı rəsmin hansı emosiyalara təsir yaratdığını və istifadə etdiyi vasitələrin bu duyğunu necə ifadə etdiyini obrazlı şəkildə əsaslandırır. Obrazlı şəkildə əsaslandırır bizə deyir və inteqrasiya növünü reallaşdırın. Fənlər arasını biz burada görürük müəllimlər. Təsviri incəsənət həyat bilgisi ilə əlaqələndirə bilər burada müəllim mövzunu. Fənn üstü, daha doğrusu fənlər arası inteqrasiya vardı. Daha sonra bizə deyir ki, fənlər arası var. Eyni zamanda fən daxili inteqrasiya da bu situasiyada var. Cavab olacaq B variantı. Fənlər arası fən daxili inteqrasiya. Daha sonra keçək növbəti suala. Musiqi fənni ilə bağlı olan suala baxaq. Üzeyir Hacıbəylinin və Beethovenin bədii üslubu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkar emosiyanı daha aydın və təsirli şəkildə ifadə etdiyi müəyyənləşdirin. Həyati bacarıq varmı? Yoxdur. Fənlər arası varmı? Yoxdur. Və biz burada fən daxili inteqrasiyanı görürük. Cavab olacaq B variantı. İkinci sualımıza baxaq. Koroğlu dastanından bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı ilə necə müqayisəyə çevrildiyini və aşıq musiqisinin hansı üslub və ifadə vasitəsindən istifadə etdiyini müəyyənləşdirin. Biz musiqi ilə müəllimlər ədəbiyyatın əlaqəsini görürük burada. Musiqi fənnində ədəbiyyatla əlaqə var və fənlər arası inteqrasiyanı seçə bilərik. Eyni zamanda da fən daxili inteqrasiya var. Fən üstü inteqrasiya varmı? Xeyr, yoxdur. Real həyatı bacarıqlar burada verilməkdir. Cavab olacaq A variantı. Daha sonra növbəti sualımıza keçid edək. Fikrət Əmirovun Şur simfonik muğamının sizdə yaratdığı emosional hissləri musiqidə istifadə olunan alətlərin, melodiyanın və tempin bu hisslərin yaranmasına necə təsir etdiyini ifadə edən vizual təqdimat hazırlayın. Yenə də uşaqlar burada təqdimat hazırlayacaqlarsa, musiqi ilə Azərbaycan dilinin məzmun xətti arasında, belə deyim, fənlər arasında əlaqə var. Təqdimat hazırlamaq Azərbaycan dil fənninə aiddir. Fənlər arasını biz rahat şəkildə görürük burada. Real həyatı bacarıqlar ön sıradadır deyəcəksiniz. Xeyr, çünki burada şagird real həyatda nə isə tətbiq eləmir. Eyni zamanda fən daxili də inteqrasiya var müəllimlər. Burada yalnız fən daxilini götürmək, yalnız fənlər arasını götürmək doğru deyil. Cavab olacaq B variantı. Daha sonra texnologiya fənninə aid olan suala baxaq. Evdə istifadə olunan elektrik cihazından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfini və bunun ailə büdcəsinə təsirini müəyyən et. Texnologiya fənnində şagird hesablama aparacaqsa, riyaziyyat fənni ilə əlaqəlidir və fənlər arası inteqrasiyanı biz burada görürük. Cavab olacaq B variantı. İkinci sual. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün formasını və ölçüsünü seç. Hansı materialdan olacağını müəyyənləşdir. Sadə eskizi çəkib onun iki üstünlüyünü qeyd et. Verilən inteqrasiyanı müəyyənləşdir deyir. Doğrama lövhəsi üçün
ölçünü seç, hansı materialdan istifadə olunacağını müəyyənləşdir. Texnologiya fənni ilə təsviri incəsənət fənninin əlaqəsi var burada. Sadə eskiz çəkəcək də. Eskiz çəkmək təsviri incəsənətdir. Təsviri incəsənət eyni zamanda da texnologiyanın əlaqəsi var burada. Cavab olacaq. Fən daxilini də götürə bilərik burada. Yalnız fənlər arası olması doğru deyil. Real həyatı bacarıq yoxdur. Fən üstünü çıxdıq. Yalnız fənlər arasını götürməyimiz doğru deyil. Çünki burada fən daxili də var. Cavab olacaq A variantı. Fən daxili və fənlər arası inteqrasiya. Növbəti suala baxaq. Şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O, bu stolları balaca şagirdlərin də əyləşdiyini, yıxıla biləcəyini nəzərə alıb, stulları təmin edir və məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşına bildirmək üçün sinif qruplarında bununla bağlı məktəb əşyaları bizim bircə məsuliyyətimizdir adlı poster hazırlayır. Yapışdırır. Verilmiş situasiyada inteqrasiya növünü posterlər hazırlayırsa və eyni zamanda həyati bacarıqlar öndədir. Fən üstü inteqrasiya var burada. Poster hazırlayır. Texnologiya ilə Azərbaycan dilinin əlaqəsi var burada. Və sualın cavabı olacaq fən üstü, fənlər arası inteqrasiya A variantı. Fiziki tərbiyə fənni ilə bağlı olan suala baxaq. Bədənin əyilmə qabiliyyəti, sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetirin. Tapşırıqda inteqrasiya növünü müəyyən edin. Yenə də müəllimlər biz bu sualı cavablamaq üçün fiziki tərbiyənin məzmun xəttini bilməliyik. Fiziki tərbiyədə verilən situasiyada digər fənlə əlaqəsini görürük? Yoxdur. Deyəcəksiniz, yoxdur. Çünki başqa fənlə əlaqə yoxdur bu situasiyada. Fənlər arasında çıxdıq. Real həyatı bacarıqlar varmı? Xeyr, yoxdur. Bunu da çıxdıq. Cavab özü bizə deyir də A variantı, yəni fən daxili inteqrasiyada. Daha sonra ikinci sualımıza baxaq. 100 metrlik məsafəni 20 saniyəyə qaçdığını nəzərə alaraq sürətini hesabla. Sürəti hesablayacağıq fiziki tərbiyədə. İdman dərsi ilə riyaziyyatın əlaqəsi. Eyni sürətlə 150 metrdə nə qədər vaxt lazım olduğunu müəyyən et. Tənəffüs texnikasına əsaslanaraq neçə dəfə nəfəs alacağını təxmin et. Bu göstəricilərə uyğun şəxsi sürət, güc, məşq planı tərtib et. Şagird burada plan da tərtib eləməlidir. Plan tərtib etməlidirlər. Burada sizi çaşdıra bilər. Fən üstü inteqrasiya kimi düşünməyin. Nəyə görə? Çünki bizə ilk olaraq burada tənəffüs texnikasına əsaslanaraq neçə dəfə nəfəs alacağını təxmin et və bu göstəricilərə uyğun, baxın bu göstəricilərə uyğun deyir. Real həyatı bacarıq yoxdur burada. Şəxsi sürət, güc, məşq planı tərtib elə. Yəni bizə nə isə verir və o verilən əsasında biz planı tərtib eləyirik də. Biz fən üstü inteqrasiyanın nə olduğunu dedik. Real həyatı bacarıqları. Şagird real həyatda nə isə tətbiq eləməlidir. Amma biz uşağa tapşırıq veririk və o tapşırığa görə deyirik ki, plan tərtib elə. Yəni burada fən üstü inteqrasiya yoxdur. Fən daxili inteqrasiya var amma. Fənlər arası fən daxili sualın cavabı olacaqdır A variantı. Növbəti sualımıza baxaq. Son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez yorulduğunu, hərəkətsiz qaldıqlarını, çoxunun qamətində əyilmə müşahidə edən şagird Sağlam Həftə adlı layihə təşkil edir. Sinif yoldaşlarınızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkətlər seçərək sadə bir məşq planı hazırlayır və onların qidalama vərdişlərinə xüsusilə də əzələlərin bərpasına və enerjinin təminini dəstəkləyən zülal, karbohidrat və su qəbulunun düzgün tənzimlənməsini diqqət çəkir. Verilən situasiyada inteqrasiya növünü müəyyənləşdirin. Biz burada fən üstünü görürükmü müəllimlər? Bəli, fən üstü inteqrasiya burada vardır. Sual verə bilərsiniz, hardadır? Baxın, sinif yoldaşlarının fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkət seçərək sadə bir məşq planı hazırlayır. Burada biz artıq fən üstü, yəni şagird bunu özü eləyir də, tapşırıq verilmir. Şagird özü real həyatı bacarıqları burada inkişaf etdirir. Daha sonra fənlər arası inteqrasiyanı necə görürükmü? Biz burada
Fizika ilə fiziki tərbiyə ilə biologiyanın əlaqəsi də var burada. Zülal, karbohidratlardan, su qəbulundan danışılır. Və eyni zamanda da fəndaxili inteqrasiya da var. Cavab olacaqdır D variantı. Hər 3 inteqrasiyanı gördük bu sualda və bizə təqdim olunan suallar inteqrasiya ilə bağlı bu qədər. Sağ olun, salamat qalın.